Salam əziz şagirdlər, dəyərli müəllimlər və müəllimliyə hazırlaşan müqavimələr. Bugün biz sizlərlə isim bölməsini keçəcəyik. İsim bölməsində qayda kitablarda nə varsa yenisilə onu yazmayacağıq. Müəyyən hissələr var ki, kitablarda izahı yoxdur və yaxud çətinliklə izah olunur. Biz onu daha sadələşdirilmiş, daha asan yolla izah edəcəyik. İnşallah hər kəsə uğurlu olsun. Deməli, birinci mən başlayanda qısa olaraq çığ şəkilçisindən danışacağım. Deməli, çığ şəkilçisi başlayan kimi elə yaxşı başladıq. Çığ üstü 4-dən danışacağıq. Çığ üstü 4 şəkilçisi adlardan isim düzəldir, məsələn, traktor və s. Amma iki sözdə fiillərdən də isim düzəldə bilir. Məsələn, biri hansıdır, biri gözətçi sözüdür, biri isə dilənçi sözüdür ki, bu iki sözdə gözdən gözətmək fiili var, dildən dilənmək, dilənmək, dilənçi fiillərə qoşulan iki sözü biz qeyd edə bilərik ki, gözətçi və dilənçi sözü. Daha sonra biz başlayaq. Deməli, isimlərdə biz bilirik ki, konkret və mücərrət olmaq, toplu və sair olmaq. Biz konkret və mücərrətdə bunları bilirik. Konkret və mücərrətdə bir şey deyim, hamı hava və kütlənin yalnız konkret deyək ki, köklənib ki, elə hava və küləyi harada gördük, konkret götürək. Amma hava sözünün həm konkret forması var, həm mücərrət var. Əgər bu təbiətdəki havadırsa, isti hava, soyuq hava və s. səthimizə toxunursa, bu bizim konkret havamız olar. Konkret. Ancaq hava, deyir o filmdə deyir ki, mənim havam çal, heyva gülə. Oynamaq havası, musiqi havası artıq o mücərrət mənada olur. Fikrincə, bu hissədə hər kəsə aydındır. İndi isə başlayaq nədən? Deməli, toplu isimlər bilirsiniz ki, niyə o üzümdür, salxımdır, nardır, qarğıdalıdır, meşədir. Bunlar niyə toplu isim deyil? Bunların toplu isim olmamanın səbəbi cansız olmazdır. Yəni, toplu isimlər canlı varlıqları bildirməlidir. Əhali, ilxı, el və s. batareya və s. Bizim bəzi sözlər var, batareya ilə bağlı toplanacaq. Bəzi sözlər var ki, onlar həm konkretdir, həm mücərrətdir. Bunlar hansılardır? Eldir, sinifdir, kütlədir və batareyadır. Batareya. Batareya yazılır, qalereyaya yazılır. Deməli, el sözünə baxaq. Əgər el sözü buradan yazıram, el sözünü bu şəkildə istiqamətləndirək. Deməli, el sözü bizdə oba mənasında, yer mənasını bildirirsə, bu zaman toplu isim deyil. Deyirəm ki, elə obaya gəl, oba mənasında. Bu toplu deyil. Amma desəm ki, əhali, kütlə, cəmaət mənasında el ayağa qalxdı, cəmaət, xalq mənasında. Bu isə bizim xalq mənasında topludur. İkinci, gələk sinif sözünə. Sinif sözü, bu biologiyada bir təsnifat var, xordalılar sinifi, məməlilər sinifi, sürünənlər sinifi. Bir təsnifatsa, bu təsnifat mənasında təsnifat mənasında topludur. Əgər nömrə bildirməksə, 5-ci sinif sıra bildirməkdə və yaxud otaq kimi sinif otaqlar. Bu mənada isə toplu deyil. Otaq məsələ, nömrə bildirmək məsələ. Kütlə sözü. Kütlə sözü çəki mənasında, məsəl üçün deyirəm ki, bu daşın kütləsi 60 kiloqram. Çəki kiloqram mənasında toplu deyil. Çəki mənasında toplu deyil. Amma kütlə, əhali, cəmaət, nüfuz mənasında nüfus. Nüfus mənasında artıq nüfus sözü bilirsə, paroniyada nüfuz var, şöhrət nüfuzu, nüfus var xalq mənasında, kütlə mənasında. Əgər desəm ki, kütlə, cəmaət, el mənasında ayağa qalxdı, kütlə üsyan elədi, bu zaman topludur. Kütlə cəmaət, el mənasında. Cəmaət bu topludur. Gəldik batareya sözünə. Batareya sözü, artilleriya batareyası, bir insanla başlayan, topluluq biləndə top batareyasından artilleriya və s. bu şəkildə topludur və biz məsələn deyirik ki, telefonun batareyası. Bu isə də toplu isim sayılmaz. Mənə elə gəlir ki, bu hissəsi isə aydındır və buradan bir şey qeydiləyək. İlxı sözünə gəlir. İlxı sözü bizə toplu isim.
Amma ilxıçıdır deyə bura bir əlavə şəkilçi qoşdumsa mənlik şəkilçi, artıq bu isim topluluqdan özünü çıxardı, bu toplu isim deyil. Və bir şey baxaq. Toplu isimlər məzmunca cəmdir, amma qrammatik baxımdan təkdir. Məsəl üçün, burada bir deyirəm ki, ilxı, elə ilxıdan başladı. İlxı məzmunca cəmdir. Amma qrammatik baxımdan təkdir. Deməli, bu qrammatik baxımdan təkdirsə, əgər bu toplu isim bizim mübtədamızsa, xəbər təkdə olmaz. Məsələn, yazıram ki, ilxı otlayır. Biz çünki bunları qrammatik əlaqə əsasında qururuq da. Bizə şagird məsəl üçün gəlib deyir ki, müəllim, ilxı otlayır olmalıdır. Çünki ilxı çoxluq bilir. Biz məzmununa qaçmayaq. Məzmunda cəmlik var, tamam, öz yerinə. Heç bir problem yoxdur. Amma söz öz indi mənim xəttim pis düşür deyə lövhədə yazmaq yaxşı alınmayıb. Amma məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, bu qrammatik baxımdan təkdirsə, xəbərə təkdə olmaz. Və bizim də bilirsiniz, 3 toplu isimdir ki, əhali, cəmaət, ictimai sözü ki, cəmləndir. Əgər deməli bu təkdirsə, xəbər təkdir. Əgər bunun üzərində dialoglar olsaydı, ilxlar ortalarda heç bir problemi olmazdı. Daha sonra isimlərdə mən hal bölməsinə toxunacağam. Hallardan adlıqdır, yiyəlikdir, təsirlikdir. Öncə adlıq haldan başlayır. Adlıq hal bilirsiniz, xüsusi şəkilçi yoxdur. Kimlə, hara suallarına bir cavab verir. Müstəqil şəklində mübtədə xəbər təyin olur və xitab olur. Bu da isimdən vəzifə tutulan müraciət etmək olmayanda. Qoşmaların işlənirsə tamlıqla zəhli ola bilər. Bu qayda özünə. Biz müəyyən yiyəlikdən danışırıq. Sonra gətirəcəm verməyə təsiriyə, verməyə yiyəlikə və adlıq hal. Deməli, müəyyən yiyəlik halını bilirsiniz də, şəkilçisi var. Nədir ki? Üssüdür, bərmə şəkilçisi. Davam edək. Yiyəlik hal bildiyimiz kimi biz özündən sonra mənsub bir şəkildə söz tələb edirik. Yiyəlik hal özündən sonra mənsub bir şəkildə söz tələb edirik. Düzdürmü? Bəs yaxşı, nə vaxt ola bilər ki, yiyəlik hal mənsub bir şəkildə tələb edilməz? Bu iki halda baş verir ki, iki halda. İki hal olur ki, yiyəlik hal mənsubiyyət şəkilçili söz tələb etməz. Bu hansı iki halda baş verir? Deyəcəm, birinci hal onun qoşmalı işlənməsidir. Yəni ki, sənin üçün aldım. Görürsünüzmü? Bax, burada qoşma ilə işləndiğine görə artıq o mənsubi şəkildə tələb etməlidir. İkinci hal o ki, onun xəbər vəzifəsində olmasıdır. Kitab sənindir. Kitab sənindir. Bayaq səhv etmişdim, bunu yazmışdım, ağlım gelmişdi qayışa. Kitab sənindir. Bu iki halda biz görürük ki, müəyyən yiyəliklər qoşma ilə işlənir və xəbər vəzifəsində mənsub şəkildə tələb edilir. Və bir şey deyil. Əgər bizə desək ki, yiyəlik hal olan cümlədə və ya söz birləşməsində mütləq nə var? Yiyəlik hal olan cümlədə və söz birləşməsində mütləq nə var? Baxaq. Gəlin yiyəlik yazıq. Deyirəm ki, belə biri yazılan məsəl üçün, kitab sənindir. Bir də yazıram ki, məktəb həyəti. Deməli, sizə sual versək ki, yiyəlik hal olan yerdə mütləq nə var? Cavabınız nə olacaq? Qrammatik şəkildə. Ona görə ki, yiyəlik halı müəyyənində hara fırlasanız, qrammatik var. Və qeyri-müəyyən yiyəlik halı üçüncü şəxsin təkinin mənsubiyyətindən ayrı işlənmədiyinə görə, burada da bir nəyi var bizim? Mənsubiyyətimiz var. Ona görə istər deməkdə, yiyəlik hal olan cümlədə və söz birləşməsində mütləq nə var? Biz deyəcəyik, mütləq orada var, qrammatik şəkilçi özünü göstərəcək. Gələk nəyə? Biz qeyd edəndə belə bir şey deyək ki, indi ayırmağı yolladım deyəcəm. Bax, adlı hal
adlı qeyri-müəyyən qeyri-müəyyən təsirlik. Bu üç halın ortaq cəhəti ondan ibarətdir ki, bunun üçündə də nə sualına cavab vermə var. Bax, qeyri-müəyyən yərik haldır, adlı haldır və qeyri-müəyyən təsir haldır. Üçündə nə sualına cavab verməsi var. İndi şagird nə biləcək ki, bu qeyri-müəyyən yərik haldır, yoxsa qeyri-müəyyən təsir haldır, məşhur adlı haldır. Onun yolları necə? Əgər bir söz nə sualı ilə bərabər kimin və nəyin sonuna var, söz nə sualı ilə bərabər kimin və nəyin sualına cavab verirsə, o zaman o qeyri-müəyyən yərik. Məsələn, yazıram ki, ata sözü faydasız olmaz. Faydasız olmaz. Ata sözü faydasız olmaz və deyirəm ki, kitab üzü. Uşaqlar, baxın. Ata sözünə sual verir. İndi qeyri-müəyyənsə nə sözü belə gəlir. İndi sözlər şəxslərin qeyri-müəyyən təsiri və qeyri-müəyyən yərik halda nə sualına cavab verməsi var. Kimin sözü? Bax, gördünüzmü? Düzdür. Kimin sualına cavab versə deməli, nə sualına bərabər kimin sualına cavab versə bu qeyri-müəyyən yərikdir. Və kitab üzü, nə üzü, nəyin üzü. Nə sualına paralel, nəyin də sualına cavab verdimi? Və özünə sonraki mənsubiyyətdən ayrılış düşmədimi? Deməli, bu bizi qeyri-müəyyən yərik hal deymişdir. Davam edək, indi. Davam edək. Qeyri-müəyyən təsir. Söz əgər nə sualına bərabər nəyi və kimin sualına cavab verirsə, o zaman buna deyəcək ki, bu qeyri-müəyyən təsir. Məsələn, yazıram ki, uşaqlar həyətdə ot yığır. Kənd yığır. Nə dedik? Onlar məktəbə yazma itirdimi? Onlar məktəbə müəllim gəzirlər. Müəllim axtarırlar. İndi davam edək. Deməli, dedik ki, söz əgər nə sualı ilə paralel, yəni şəkilsiz isimlidir. Yəni şəkilsiz, bunu daha doğrusu belə deyək, şəkilsiz isim. Bunu belə deyək ki, şəkilsiz isim. Nə sualı ilə bərabər nəyi və kimi sualacaqsa qeyri-müəyyən təsir edir. Uşaqlar həyatda nə yığır və yaxud nəyi yığır? Bu deməli, bizim qeyri-müəyyən təsir edir. Onlar məktəbə müəllim gəzir. Niyə dedim? Şəxs olan bir şey qeyri-müəyyən təsir edir. Nə sual və nəyə sualacaq verir? Nə gəzir və yaxud kimi gəzir? Müəllimi gəzirlər. Bu şəkildə özünü göstərir. Bu dediyim halların heç biri baş vermirsə, mesela deyirəm ki, deyirəm ki, kitab yerə düşdü. Demir ki, nəyi yerə düşdü, kimin yerə düşdü, nəyin yerə düşdü, kimin yerə düşdü, yox. Yalnız nə sual verirsə adlı hal. İndi bir şey deyəcəm. Qeyri-müəyyən təsiri alı tapmaqda başqa bir yöntəm də var. O yöntəm nədir? Bunu araşdırayım. Başqa bir yöntəmdə də belə deyə bilərik ki, şəkilsiz ismin qabağına
şəkilçisi, çünki biz sizə bu təyin edicilər yalnız müəyyən təsir yaratır. O şəkilçisiz ismin qabağına o bu həmin əvəzliyin arxasında şəkilçisi bərpa olursa deməli qeyri-müəyyən təsirmiş. Bax, onlar məktəbə həmin müəllimi gəzmişlər. Görürsünüz şəkilçisi. Uşaqlar bu otu yığır. Bu otu yığır. Avtomat şəkilçisi deməli bu qeyri-müəyyən təsirliymiş. Və bir şey deyim, şəkilsiz ismi əgər sözün əvvəlinə, yəni cümlənin əvvəlinə keçirəndə şəkilçisi bərpa olursa, nə olur? Deməli, qeyri-müəyyən təsir. Deyirəm ki, əvvələ atıram yəni bunu. Otu uşaqlar həyatda yarar. Görürsünüz, əvvələ keçən kimi şəkilçisi bərpa olursa, deməli bu bizim nə imiş? Qeyri-müəyyən təsirli halda işlənən sözmüş. Və qeyri-müəyyən təsirli halda söz, təsirli feillərə aid olur. İki halda o təsirli feildən uzaq düşə bilər. Biri, borclayan sözü olan dəniz. Xəbər borclayan. Deyir ki, həyatımı sənə borclayan, ismi xəbərin aid oldu, feil aid olmadı. Bir də feildən nə vaxt kənar düşür? Dadə ədatı ilə işləyən, bağlayıcısına işləyən düz istəyirəm. Deyirəm ki, bir maşında sənə aldım. Gördünüzmü? Gəldi təsirdən, feildən ayrı düşdü. Dadə bağlayıcısına işləyəndə. Və elə olacaq ki, sizi bəzi nümunələrlə çaşdıracaqlar. Elə biləcəksiniz ki, o yiyəlik halın qeyri-müəyyən yiyəlik halıymış, avtomatik cavab görəcək. Məsəl üçün, yazıram ki, yaz günləri, şablon cümlələrdir. Yaz günləri sevinclə dolu olan fəsildir. Yaz günləri sevinclə dolu olan fəsildir. Görən kimi hamı deyir ki, mənim yazın günləri qeyri-müəyyən götürdük, daş düşdü başımıza. Bitdi. Biz elə harda ki, mənsubə şəkilsiz sözün qabağında şəkilsiz isim gördük, ona demirik ki, bu qeyri-müəyyən yerləşmiş. Gəl baxaq görək cümlənin məzmunlarına var. Gəl baxaq, yaz, pauza var. Yaz, günləri sevinclə dolu olan fəsildir. Fəsildir. Nə? Yaz. Yazda saxlayın ki, heç vaxt qeyri-müəyyən yerkal xəbərlə əlaqələnməz. O yalnız öz mənsubiyyətinə əlaqələnir, əgər burada olsaydı. Deməli, yaz fəsildir deyə bilirsə, burada avtomatik biz yazı adlı xal qəbul etməliyik. Və bunu tapmanın iki yolu var. Biri var, bir özəl vəzini əvəz edə bilirik. Bir xəbərini əlaqələndirir, yaz fəsildir. Yaz öz günləri sevinclə olan fəsildir və xəbərlə mübtədanın yeri dəyişirik. Günləri sevinclə dolu olan fəsil, bax buradan, günləri sevinclə dolu olan fəsil yazdır. Gördünüzmü? Bax, yeri dəyişən kimi avtomatik. Burada bu mübtəda roluna çıxış edəcək, bax, yerini dəyişə bilən günləri sevinclə dolu olan fəsil yazdır. Bu şəkildə tapa bilərsiniz. Bunun kimi nümunələr çoxdur. Məsəl üçün, deyə bilərik ki, Məcnun sinəsindən sözlər toxuyaraq. Məcnun sinəsindən sözlər toxuyaraq. Sözlər toxuyaraq. Kim Məcnun? Məcnun öz sinəsindən sözlər toxuyaraq. Sinəsindən sözlər toxuyan Məcnundur. Və yaxud deyirəm ki, ata məhəbbəti unudulmayan varlıqdır. Ata varlıqdır. Yaxşımı? Ata məhəbbəti unudulmayan varlıqdır. Ata varlıqdır. Məhəbbəti unudulmayan varlıq atadır. Yəni bu şəkildə tapa bilərsiniz. Bir də ki, bir şey keçək. İkinci heyəcəsindəki saati düşən isimlər var. Birinci bir isim əzbərətdirir də isim, isim, nəsil, fəsil nəsiləsi. Bir Alman mənşəli sözlər var ki, isim, nəsil, fəsil, ömrətdir, bu kimi sözlər. Və milli mənşəli ikinci qism sözlər. Alın, oğul, qayıdı, arvadan alın gelir. Ovuc, əyin, burun, ağız. Yəni insan bədən üzrə kimi götürə bilərik. Məsələn, deyirəm ki, alın, ağız, ovuc, əyin, burun, qoyun bu şəkildə gəlir. İndi baxaq, birinci qismi Alman mənşəli sözlərdə isim, nəsil, fəsil var. Bunlarda da isim, nəsil, fəsil və s. Bu birinci qism sözlərdə.
saitlə başlayan istər mənsubiyyət, istər halda düşür. Bunlar həm hal, həm mənsubiyyətdə düşür. Saitlə başlayanda. Bu ikinci qism milli sözlər var. Oğul, qayın, qoyun bunlar. Oğul, qayın, qoyun və s. Bunlar isə yalnız saitlə başlanan mənsubiyyətdə. Bu yalnız mənsubiyyətdə, bu həm hal, həm mənsubiyyət saitlə başlanır. İndi məsələ nədir? Yazacağım, baxacaqsınız. Məsələn, yazıram ki, burada yazıram çiyin. Deməli, bu saitlə başlayan ömür də bulansın, nəsil, təsil, ömürətdir. Buna düşdü də, ömür sözünə saitlə başa keçər düşür. Bunun halını dəqiq deyə bilmirik ki, çünki deyir ki, onun ömrü də ola bilər, mənsubiyyət ola bilər, onun ömrü şəkildə. Ne deyir ki, ömrü mənalı keçər. Nəyi mənalı keçər? Yəni, ömrü boşluğa xərcləmə, nəyi? Burada deməli, bu birinci qism sözlər var, isim, qism, nəsə. Bunların halını dəqiq demək olmur. Çünki ona həm halda düşür, həm də mənsubiyyət. Əgər birbaşa mənsubiyyət qoşulursa adlı halı, yox halı qoşulursa hansı halın şəkilçisi də saitlə başlayan olur. Burada deməli, bunun halını dəqiq demək olmaz. Çünki birinciyə görə qalsa adlı hal, ikinciyə görə qalsa təsir yəni. Deməli, bunun halını dəqiq demək olmaz. Biz o oğul, qayın, qoyun, çiyin, əyin, burun sözlərində yalnız mənsubiyyətə düşür deyə, burada çiyini sözündə düşünürsə, avtomatik biləcəyik ki, bu təsirlik halıymış. Təsirlik. Bunun halını dəqiq demək olurmuş. Bunların sırasında bağır sözdür, kömür sözdür. Bir də bəzi sözlər var, oralarda düşmür. Hansılardır? Deyim, qeyd edeyim. Nağıl, taxıl, paxıl, müdir, üfü və kömür. Nağıl, taxıl, paxıl, müdir, üfü, kömür sözlərində isə heç bir düşmə hadisəsi özünü göstərməyəcək. Belə, yoldaşlar, müəyyən qədər, yenə deyirəm, mən kitabın içərisində elə nə yazılıbsa, mənsubiyyətdir, şəxs olan hamısını götürüm, köçürüm bura. Elə bir şey lazım deyil, çünki bu onsuz kitablarda var. Bizim sadəcə üzərimizə düşən nədir? Bizim üzərimizə düşən ondan ibarət ki, biz hansı məqamlardakı çaşdırma var, hansılarda isə, necə deyim, bir növ karxmaq varsa, bunları biz yazırıq. Bir dəqiq bir söz deyim, əgər bura yazsa ki, isimin, bu söz gəlsi səhvdir. Çünki isim qismdə düşməlidir bu. Yəni bu sözün yazışı səhvdir. Belə biz dərsimizi bitirdik. Dərsimiz bugünlük bu qədər. Sağ olun. Sizdən bizə olan dəstək, videonu tam izləmək və səhifəyə abunə olmaq. Sağ olun.